İran rejimi 1979-dan bəri ən zəif vəziyyətdədir. ABŞ-lı senator Lindsey Graham İran hakimiyyəti ilə bağlı sərt açıqlama verib. Gözaltı musavat.com-a istinadən xəbər verir ki, senator İranın dini rəhbərliyini və mövcud rejimi 1979-cu ildən bu yana ən zəif mövqedə olmaqda ittiham edib. Lindsey Graham bildirib ki, onların iqtisadiyyatı dağınıq vəziyyətdədir. Hərbi qüvvələri zəifləyib, xalq isə küçələrə çıxır. İranlılar zülmün sona çatmasına tələb edirlər. Senatorun sözlərinə görə, hazırki vəziyyət müxtəlif daxili və xarici təzyiqlərin eyni vaxtda üst-üstə düşməsi nəticəsində formalaşıb. Bütün bu amillər bir araya gəlir. Biz bu məqamdan istifadə etməliyik, deyə Lindsey Graham vurğulayıb. Qeyd edək ki, Lindsey Graham uzun illərdir İran rejiminə qarşı sərt xətt tərəfdarlarından biri kimi tanınır və Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətinin davam etdirilməsini müdafiə edir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.